Bismillah, elhamdülillah, esselatu vesselamu ala Resulillah, amma ba'd, esselamu aleyküm ve rahmetullah. İnşallah bugün sizlere İslam'ın 5 şərtindən biri olan oruç haqqında məlumat verməyə çalışacağım. İlk önce oruç kəlməsinin lüğətdəki və dindəki mənası, ondan sonra bu videomuzun çox hissəsini təşkil edən digər dinlərdə oruc olacaqdır. Yəni digər dinlərdə orucun mahiyyəti nədir? Hansı dinlərdə oruc nə formada tutulur? Bundan sonraki videolarımızda isə deməli bu videolarımız bir neçəsi İslamlı olacaq. Bundan sonraki videolarda isə artıq İslamda oruc haqqında olacaq və İslamda oruc mövzusu özü bir neçə videoda işləyəcəyik Allahın izni ilə. Oruc sözü lüğətdə bir şeydən uzaq durmaq, bir şeyə qarşı özünü saxlamaq mənasına gələn ərəbcə kəlmə olan səvm kəlməsinin farsça qarşılığı olan ruzə sözünün Azərbaycan dilinə uyğunlaşdırılmış formasıdır oruç kəlməsi. Termin olaraq oruc dan yeri ağarandan günəş batana qədər şəriətdə müəyyən olunmuş ibadəti yerinə yetirmək niyyəti ilə yemək, içmək və cinsi əlaqədən uzaq durmağı ifadə edir. Bu oruc kəlməsi və oruc feilinin özü müəyyən olunmuş vaxt ərzində insanın özünü oruc qadağalarından çəkindirməsinə imsak deyilir. Yəni səhər ki qalxıb insanlar imsak edir, yəni səhərə qalxır, axşamdan niyyət edir, səhər qalxır, yeməyi yeyir, artıq ki oruc tutur. Yəni buna imsak deyilir. Bu kəlmə həmçinin oruca başlama, orucun başlanğıcının adı, yəni səhər ki orucun başlanğıcı olur. Bu orucun başlanğıcının adı mənasında da işlədilir. Vaxtı çatanda orucu qaydasına uyğun olaraq açmağa, yəni orucu tamamlamağa isə, yəni artıq axşam məğrib namazından etibarən, məğrib azanından etibarən ki artıq hər kəs yeyib içə bilər. Yəni bu orucu tamamlamağa isə iftar deyilir. İslamdan əvvəlki dinlərdə oruc müəyyən bir müddət yemək, içmək və cinsi əlaqədən uzaq durmaq, pəhriz saxlamaq və ya müəyyən qidalardan imtina etmək, sükut etmək, ağzı və qulağı yalandan və pis sözlərdən qorumaq və sair formalarda yerinə yetirilən oruc ibadətinə demək olar ki, İslamdan əvvəlki bütün dinlərdə rast gəlinir. İndi isə buradan sırasıyla bir neçə dində oruc haqqında bəhs edəcəyik və digər dinlərdə də aşağı-yuxarı bu dinlərdə kimidir deyə hamısına tək-tək girməyə ehtiyac yoxdur. Sadəcə ən çox yaygın olan dinlərdən bəhs edəcəyik. Bunlar da Yahudilik, Xristiyanlıq, Hinduizm, Budizm və Məcusilik olacaq. Yahudilikdə oruc. Yahudilikdə ilk növbədə nəfsi islah etmə, yəni alçaltma vasitəsi hesab edilən və tuzum yaxud innah nefeş ifadələri ilə işlədilən oruc ibadəti canlarınıza cəfa verəcəksiniz əmrinin bir gərəyi və ya Kral Davudun etdiyi kimi Tanrıya duadan əvvəl yerinə yetirilməli olan bir hazırlıq ritüalı kimi qəbul edilmişdir. Yahudi müqəddəs metinlərindəki ifadələrdən anlaşılır ki, oruc insanların şuurlu və ya şuursuz şəkildə etdikləri pis əməllərə, kəffarə və bu cür vəziyyətdən duyulan peşmanlığın xaricə vurulması üçün tutulur. Yahudilikdəki ən mühüm oruc kəffarə günü orucudur. O gün Yahudilər bir il ərzində etdikləri xətalardan ötürü duyduqları peşmanlığı dilə gətirərək Tanrıdan bağışlanma diləyirlər. Xəstə və aciz olmayan, şəriət qarşısında məsuliyyət yaşına çatmış bütün Yahudilərə fərz olan bu oruc Yahudi ay təqviminin birinci ayı olan Tişrinin 10-cu günü tutulur. Oruc Ərəfə günü günəş batmazdan təxminən 1 saat əvvəl başlayır və növbəti gün batımından təxminən 45 dəqiqə sonraya qədər davam edir. 25 saatı aşan bu müddət ərzində yemək, içmək, cinsi əlaqədə olmaq, çimmək və hər cür təmizlik işləri görmək, yağlanmaq və ayaqqabı da daxil olmaqla dərdən hazırlanmış hər hansı bir şey geyinmək haramdır. Yahudilikdə birinci sürgün sonrası dövrdə
təsis edilmiş, lakin yenə əhd-i ətiq mənşəli olan digər fərz oruclar vardır ki, onlar da bunlardır. 9 av orucu, 4-cü ay orucu, 10-cu ay orucu və 7-ci ay orucudur. Bunlar haqqında artıq məlumat verməyəcəyəm, çünki aşağı-yuxarı Yəhudilikdə orucun hansı mahiyyətdə olduğu anlaşılmış oldu. İndi isə Xristiyanlıqda oruc haqqında bəhs edək. Yəhudi oruc ənənəsinə uyğun olaraq Əhd-i Cədiddə Həzrəti İsa və həvarilərin oruc tutduqlarından bəhs edilir. Həzrəti İsa'nın təsis etdiyi xüsusi bir oruc günü və ya forması olmasa da xristianlar ilk dövrlərdə xüsusilə hər çərşənbə və cümə günləri oruc tutmuş, ilin müəyyən dövrlərində isə ümumiyyətlə ət və süd məhsullarına qarşı pəhriz saxlamışlar. Qərb kilsəsinin nüfuzlu olduğu bölgələrdə 5-ci əsrdən sonra çərşənbə oruclarının yerinə şənbə orucunun tutmağa başlandığı diqqəti çəkir. Bundan əlavə Pasxa bayramında hər fəslin başında tutulan 3 günlük orucların da bunlara əlavə edildiyi və xristian dünyasında yayıldığı görülür. Müasir xristian dünyasında əsasən 2 növ oruc vardır. Birincisi şükran orucu. Bu şükran orucu hər həftənin bazar günü icra edilən Evxaristiya mərasimindən, yəni çörək, şərab ayini mərasimindən əvvəl spirtli içki içməmək şəklində yerinə yetirilir. İkincisi isə kilsəyə mənsubiyyət orucları. Anglikan kilsəsi xaricində bütün xristian məzhəbləri tərəfindən qəbul edilən, lakin fərqli formalarda tətbiq olunan bu orucların ən mühümü və uzun müddətlisi Həzrəti İsa'nın səhrada 40 gün boyunca tutduğu orucun xatirəsini yaşatmaq məqsədi ilə 4-cü əsrdə başladılan və Pasxadan əvvəlki 40 günə təsadüf edən orucdur. Dua və tövbələrlə bəzətilmiş belə bir oruc sayəsində insanın mənəvi çirklərdən təmizlənərək Pasxaya çatacağına inanılır. Xristianlara görə oruc və ya pəhrizin qayəsi günahlara kəffarə və nəfsi arzulardan uzaq tutmaq, cilovlamaqdır. Bu səbəbdən xəstə, aciz, uşaq, əskər və ağır işlərdə çalışan işçilərdən başqa hər bir xristian oruc tutmağa məcburdur. Oruc tutan şəxs gündə yalnız bir dəfə günorta və ya axşam yemək yeyə bilər. Bunun xaricində günün istənilən vaxtında yüngül bir şey yeməsi mümkündür. Siqaret kimi kef verici maddələrdən istifadə olunmaz. Zərurət yarandıqda dərman istifadə edilə bilər. Hind mənşəli dinlərdə oruc. Hind mənşəli dinlərdən sadəcə ikisini sizlər üçün oxuyacağım Allahın izni ilə. Bunlardan birincisi Hinduizm, ikincisi isə Budizmdir. Digərləri də aşağı-yuxarı bunlar kimidir. Hindistan yarımadasında ortaya çıxan, tərəfdarları əsasən burada və ya uzaq şərq Asiya ölkələrində yaşayan Hinduizm, Budizm, Cainizm kimi dinlərdə oruc müasir tətbiq forması ilə daha çox din xatimləri sinifinə aid olan bir ibadətdir. Çünki bu dinlərdə dünyəvi və dini vəzifələr din xadimlərinin arasında bölüşdürülmüşdür. Demək olar ki, dini işlərin, yəni dini ibadətlərin bir çoxu sadəcə din xadimlərinə xasdır. İndi isə Hinduizmdə oruc haqqında oxuyaq. Hinduizmdə din xadimləri sinifini təşkil edən brahminlər il boyu tez-tez çox vaxt uzun müddətli müxtəlif oruclar tutmağa məcburdurlar. Bunlardan başqa bugünkü Hinduizmdə əsasən 2 növ oruc tətbiqinin olduğu görülür. Bunlardan birincisi nəzir orucu, ikincisi isə illik dövri oruclardır. Nəzir orucu nədir? Arzu olunan bir şeyin reallaşması məqsədi ilə tutulan nəzir orucu fasiləsiz olaraq ən az 15 gün tutulur. İkincisi dediyimiz 2 illik dövri oruclar isə brahminlər ay təqviminə bağlı olaraq hər ayın 1-ci və 15-ci günləri oruç tuturlar. Bununla yanaşı bəzi brahminlər isə bu 2 günə əlavə olaraq ayın 10, 11 və 12-ci günlərini də oruclu keçirərək hər ay ən azı 5 gün oruç tuturlar. 10-cu, 11-ci günlərdə gündə bir dəfə yemək yedikləri halda 11-ci gündə gün ərzində heç nə yemirlər. Hindu oruclarını digər dini sistemlərin oruclarından ayıran əsas fərqlər
bəzi oruc günlərində düyüdən hazırlanan qidaların, qadınlara hər cür ətirin və kişilərin bədənlərini hər hansı bir yağla yağlamalarının qadağan olmasıdır. Çünki hindularda ən çox yeyilən yemək düyüdən hazırlanmış yeməklərdir. Qadınlar da çox ətir istifadə edər və xüsusilə kişilər də bədənlərin yağlayar. Budizmdə oruc. Budizm ümumi xüsusiyyətləri etibarilə zöhd və riyazat, yəni nəfsi cülovlama həyatına önəm verən və mövcud varlığı pis, çirkin qəbul edən bir dini sistemdir. Bununla belə həddindən artıq olan hər cür zahidlik, yəni tərk-i dünyalıq tətbiqlərinə də qarşıdırlar. İstər din xadimi olsun, istərsə də olmasın, hər kəs hər şeydən əvvəl duyğu orqanlarının nizamlı və sağlam şəkildə fəaliyyətini davam etdirə biləcəyi qədər bəslənmək və sərt riyazət qaydalarına bağlı bir həyat sürməkdən qaçınmaq məcburiyyətindədirlər. Normal gündəlik həyatlarında belə gün ərzində yalnız günorta vaxtından əvvəl yemək yeyə bilərlər, zəval vaxtından ertəsi gün günəş doğana qədər ağızlarına heç bir bərk qida qoya bilməzlər. Tibet budizminə bağlı olan lamaistlər hər ayda 4 gün oruç tuturlar. Onların bir hissəsi axşamlar yalnız çörək və kartof kimi nişastalı qidalarla çay qəbul etməyi də orucun bir hissəsi hesab edirlər. Daha zahid olanlar isə ertəsi gün günəş doğana qədər heç nə yeyib içmirlər. Tibetli budistlər arasında geniş yayılmış digər bir oruç tətbiqi Nun Nas kimi tanınan orucdur. 4 gün davam edən bu orucun ilk 2 günü tamamilə dua və günahların etirafı günləridir. İkinci gün gecə yarısından 4-cü gün günəş doğana qədər oruclu şəxsin hətta tüpürəcəyini belə udmasına və ya dilini tərpətməsinə icazə verilmir. Buna görə də bu müddət ərzində dualar sadəcə qəlbdən oxunur. Və nəhayət sonuncu olaraq zərdüştlükdə oruc. Zərdüştlük oruc tətbiqinə qarşıdır. Bəli, burada digər dinlərə baxmış bir istisna vardır ki, zərdüştlükdə normal bir oruc sistemi, qaydası yoxdur. Hətta zərdüştlükdə mədəsini ətlə dolduran şəxsin özünü yaxşı bir ruhla doldurmuş olacağı və belə insanların gün ərzində heç nə yeməyən və ya sadəcə ət yemədən duran kimsələrdən daha üstün olduqları vurğulanır. Zərdüştlər həqiqi orucu yemək içməkdən qaçınmaq deyil, əməl, düşüncə və danışıqlarda xətaya yol verməkdən çəkinmək kimi tərif edirlər. Əziz və dəyərli müsəlman bacı və qardaşlar, sizlərdən kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, rəy qisminə öz rəylərinizi yazmağınızı xahiş edirik. Vəlhamdülillahi Rabbil aləmin.